Salam, hörmətli kanal izləyicilərimiz. Bir nəsil Masazır qəsəbəsində bax, yeni Bakı binalardır. Birinci sırada. Birinci sıra deyəndə, yəni birinci sıradan artı bir 7-8-ci evdə belə deyək, birinci sıradır. Rus məktəbi, Azərbaycan məktəbi burada yaxınlığında, bir binanın başındadır. Bax, bu evimiz satılır. Evimizin bu sistemi ağızları bastıdır. Bax, sol tərəfdə iki tərəfi yoldur, burada yoldur, burada yoldur, arxa tərəfi yoldur. Bax, kanal izləyicilərimiz. Daha su, işıq hamısı qaydasındadır və evin də torpağında tutacaqsın. 155 kvadratlı təbir satılır. Gazı, suyu, işığı. Evimiz qismən əşyalıdır. Belə də hər tərəfdə 2 dənə maşın gedir. Evin altında 3 dənə maşın gedir. Sağda da yəni ağız güləşmək üçün torpaq sahəsi saxlanılır. Zəhmət olsun kameraman mənim gələ bilərsiniz. Evi üçün görsədik. Siz də bax belə bir gözün giriş səsidir. Evimiz şəxsi tikilidir. Uzun zamanda yaşayış yoxdur. Gördüyünüz bir dənə cüzdə problem yoxdur. Solda mətbəx, yataq, qonaq otağımız. Mətbəxi, bir qonaq otağı burada. Mətbəxdir. Bax, buradan siz görsək, buradan siz görsək. Geniş, çox genişlərdən artıq. Gördüyünüz mətbəxin evində qazı, asfalt, hamısı qaldı. Komis işlərməzdə, optik vintili, hamısı var. 155 kvadrat, bir orada 2 sözündədir. Bura, bir yataq otağıdır. Komün mətəqələr burada, özü işlərdən zəhdədir. Qapaq maşınasının tərəfini ufaqlardır. Və burada sanitar qoşu stupoldur, koridor sistemi stupoldur. 4 dövrəmə qoşa daşlarmaqlı kanal nəzərimiz. Bura isə evimizin yataq otağıdır. Burada da qismən əşyalar acılardır arasında. Aboylar da kəndi dekorativ aboylardır, qəşəng aboylardır, bahalı aboylardır. Və sonunda mən sizi evimizin qonaq otağıdır. Ev hardasa 4-5 il evlilik bilmiyorlar ki, ama öyleydi. Zərrə qədər deyildir. Parlamentin alındığı bir şeyində İnsanlar birinci məhkəməsində qarşı edəcəklər inşallah. Evi olmayan insanlar Allah'tan belə gözünü ödərsiniz. Bax, buradan yeni Bakı binaları bax görə bilərsiniz. Sol tərəfində, sağ tərəfində burada marşrut xətti etmişdir. Burada mərkəz qasıqlar qoyulub. Küçəsi genişlik səhətə maşın salma, istə evin altı maşın salma, qapının arasına maşın salma edirsən. Ama kötüdəki, sonun aşırıdəki o aranızı saxlanılır. Burası evimizin ərazisidir. Burada bir tolu su çəlidir. Və burada, bax, buradan bir maşın burada, 2 maşın belə arzı burada saxlayın. Mərkəz multisildarlıdır, asıl bağlanıb kurtlandı. Buradan ətrafı var, mərkəz konsister ətrafı, intraforda hamısı var burada. Buraya isə evimizin santralın uşağıdır. O işığı yandırım. Bax, bura birinci mərkəzdə olan santralın uşağıdır. Buraya isə evimizin yerlərə baxır, otağına seyir, baxıran davet verir, bir başı yola baxır, 10 sistemi var, işləm vəziyyətləri. Qiymət isə 115 bin manat təcili satılır, sözsüz ki, real arzlarına yerdə endirib olacaq. İpoteka yaranan evin torban tam bitirsən əqləliyə qaydasındadır. İnşallah ev olmayan insanlara Allah Teala belə gözəl rəqs edəsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni saçmasına görə birinci növbə stajyerlər biləsiniz.